Dəyərli izləyicilər, aktual xəbər olaraq Legend Company şirkəti olaraq bugün biz şəhid Yusifzadə Ramilin şəhadətə ucaldığı günü yaşadığı ünvana gəlmişik. Reyhan ananı görməyə gəlmişik, belə dəyərli iş xanımları ilə bərabər. Baxın, dəyərli izləyicilər, Yusifzadə Ramilin bulağı inşa edilibdir. Hansı ki, bu yolu keçənlər o sudan içirlər, ruhuna dualar oxuyurlar. Dəyərli izləyicilər, gedək şəhidimizin yaşadığı ünvana, Reyhan ana ilə görüşək və gerisini izləyib agah olacaqsınız. Yusifzadə Ramil kim idi, vətən üçün nə qəhrəmanlıqlar etmişdi? Nətəm çevirdin baxışlarını, qan səklərdən axışları, günlərə qərq olmuş başlar. Hansı ki, evdə yaşayıb, onu da sizə təqdim edəcəyik və anamız, Reyhan anamız şəhidimiz üçün muzey kimi bir ev tikibdir və bizi orada qarşılayacaqlar. Həmən şəhidimizin ev muzeyini sizlərə təqdim edəcəyik. Baxın, dəyərli izləyicilər, şəhid Yusifzadə Ramilin şəhadətindən sonra anamız həyətdə belə bir muzey tipli ev yaratdı ki, hər kəs gələndə onun məhz ziyarət edə biləcəyi balaca bir ocaq olsun. Hansı ki, o balaca ocaqda böyük bir ürək var, böyük bir ruh var ki, ruhumuz dincələr. Həmən ocaqda sizlər də olsa, sizlər də o bir stakan çay içib şəhidimizin ruhuna dualar etsəz. Və o yaşıl qapıdır, buyurun. Orada da bizim şəhidimiz yaşayıb. Bunların hər birinin ən düzgün, doğru məlumatları Reyhan anamız sizə çatdıracaq. Oldunuz, unutmaq olarmı sizi şəhidlər? Dünyanın heyrətə salan oldunuz, azadlıq odunda yalan oldunuz, köçüb ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər? Sizin kimliyiniz, şəxsiyyətiniz göz önündədir, verdiyiniz tərbiyə də göz önündədir. Şükür Allaha, onun sinif rəhbəri burada, məktəb direktoru burada, zavuçu burada, məktəbin direktoru burada, müəllimələr burada, ziyalılarımız burada, yəqin ki, rayon icra hakimiyyətindən də burada nümayəndələr var. Çox hörmətli Salih müəllimin yəqin ki, nümayəndələri var. Qeyti rəhbəri var, Rada xanım var, onun ətrafında gözəl insanlar var. Məhz bu günlərin biz Ramil Yusifzadənin doğum gününə, şəhid olan gününə toplaşmışıq. Aydın müəllim mükəmməl bir çıxış elədi, artıq o barədə danışmağa ehtiyac yoxdur. Mən çox şadam ki, bugün şəhid anası ətrafında ziyalı təbəqəsini formalaşdırıb. O rəiyyəti, o müəyyən, o lazımsız səslərə getməyənləri, öz haqqını öz əməyi ilə tələb edən xanım kimi, zəhmətkeş xanım kimi bu günlərim bura görün kimləri dəvət edib. Mən də bu tədbirdə iştirak etməkdən qürur duyuram hər kəsdən. Ancaq Reyhan xanım haqqında demək istəyirəm ki, Reyhan xanım şəhid anasının adını yüksəklərə qaldırdı öz ziyallığı ilə, öz yaradıcılığı ilə. Yəni, bilirsiniz, bir 50 il, 30 il, 40 il bundan qabaq bizim nənələrimiz, babalarımız 100 yaş, 80 yaşlar dünyasını dəyişirdi. İnsanlar üsyan edirdi, üzün cırırdı, başını yoruldu. Bu vaxt rəiyyət, yəni ki, nədən olsan, yəni əgər Allah-Taala insanı özünə qovuşdurursa, burada Allaha üsyan etmək olmaz ki, yəni ki, onu acı bir faciə kimi, kədər kimi keçirmək olar. Ancaq bu ənənə getdikcə bir balaca sivilləşdi, bir balaca insanlar başa düşdü, ölüm adiləşdi, yaşlar belə cavanlaşdı. Ancaq bugünkü bizim bu müharibələrdə şəhid olan insanların, valideynlərinin hər biri bizim başımızın tacıdır. Ancaq onların işlərində xüsusi seçilən analar var ki, onlar öz pozitiv enerjiləri ilə,
öz musiqişünaslığı ilə, öz mədəniyyəti ilə, öz istedadı ilə həm bir şəhid anasını bir qəhrəman anıya, aparıcı bir, avangard bir anıya çevirib, həm də ki, ətrafında həmişə gözəl, pozitiv, dünyanı düzgün görən, düşünən insanları toplayıb və onların ətrafındadır. Reyhan ana, mən sizə minnətdaram və eyni zamanda həm Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi adından, həm bizim icraçı direktor Nur xanımın adından sizə həm başsağlığı verirəm, həm sizə, necə deyim, heç fikrimi çatdırmaq istəmirəm ki, kaş elə mən də şəhid olardım, nəinki şərq böhtanlarla rastlaşmayacaq. Kaş elə mən də şəhid olardım, qoy elə mənim də valideynlərim ətrafında bax belə insanları toplayardı. Hər birimiz bir şəhidik. Çünki insan yaranandan ömrünü bu dövlətə, xalqa, ailəsinə verir. Şəhidlikdə günümüzü sata-sata, bu Amerikan kinosu var, deyir ki, 1 kilo çörək alır, 10 saniyə ömründən çıxırlar, 1 kilo ət alır, 30 saniyə ömründən çıxırlar. Biz də səhər tezlindən durub gəzə-gəzə, birimiz dərs deyirik, birimiz daş satırıq, birimiz başqa iş görürük, yaşamaq üçün ömrümüzü satırıq. Ancaq bizdən fərqli olaraq siz gözəl həyat yaşamısınız. Həm cənnətdə yeriniz var, övladınız sizi cənnətə artıq gözləyir. Həm bugünkü gün bir oğlu verib 1000 oğul qazanmışsınız. Həm bugünkü gün gör nə qədər acı vardı. Mən Rada xanım burada gördüm, çox şad oldum. Həm müharibə görmüş bir xanım kimi, həm müharibə iştirakçısı, qazimiz kimi, qeyd rəhbəri kimi onun ətrafındakı xanımları da salamlayıram. Və çox şadam ki, biz bu günlərin Ramil Yusifzadənin məclisini bax bu cür gözəl şəkildə, təmkinli şəkildə və bu cür insanların iştirakı ilə keçirtdik. Çox sağ olun. Mən bu insanlara tanış elədim. İcra Hakimiyyətinin işçiləri də Aydın xanım ehtiyac yoxdur. Yəni deməyə, icra hakimiyyətinin işçiləri də saqqallarımızdır, kənd cəmatıdır, mümin qardaşımız da orada əyləşib, yəni ki, bəxtini Fatihəni verirdi. Aydın, mən bir daha sizə təşəkkür edirəm. Yox, mən Siz nəyə görə ki, mən neçə illərdir biz dünyanın çox yerlərini gəzmişik. Siz həmişə elə yerlərdə olmuşsunuz ki, o yerlər bəzən kimlərinsə diqqətindən kənarda qalır. Və siz gəlişinizlə o müəyyən diqqətdən kənar qoyulan insanları da kölgədə qoyursunuz, müəyyən hər şey üstündə mala çəkmişsiniz və bu gün də xanımızla gəldiyiniz çox xüsusilə təşəkkür edirəm. Əziz bacım, Allah yerini cənnətli eləsin, başımız sağ olsun, var olasan, yaşayasan, yaradasan, heç vaxtı qolundan güc, ağlından ağıl əski olmasın. Biz də sənin qardaşının övladlarını bizə güvənə bilərsən. Sağ olun, çox sağ olun. Gün ərzində mən günümün çox hissəsini məktəbdə keçirdirəm. Məktəb mənim ikinci ailəmdir. Təbii ki, ailənin rəhbərinə hər bir şey asılıdır. İnanın, yəni burada söyləyirəm ki, Gülər müəllimə heç düşünmədən, yəni artıq 5-ci ildir, yəni biz çiyin-çiyinə, ondan öncədən də işləmişik, amma sonradan artıq rəhbərlik vəzifəsindədir Gülər müəllimə. Mən o qədər təşəkkür edirəm ki, mənim baxışımdan belə Reyhan xanım, gedin işiniz, görün, narahat olmayın. Yəni, mən o qədər təşəkkür edirəm Gülər müəllimə sizə. Mən Gülxan xanım bizim təsərrüfat üzrə müdirimizdir, Azərbaycanca istədim. Ona da o qədər, mən ona ana deyirəm. Yəni ki, ana kimi mən belə deyim də yanaşma verir. Mən çox istəyərəm ki, Gülər müəllimə, 2 kəlmə də siz danışın. Yəni, mən istəyərəm ki, bax bu günləri mən çox istəyərəm ki, həriniz 2 kəlmə danışın. Nə olar ki? Çünki bəzən elə məclislər olur ki, Habil mənim, orada vaxt olmur. Mən bugün istəyirəm ki, hamınızı dinləyim. Xahiş edirəm. Bax, görürsünüz, dilim də açıldı, artıq danışa da bilirəm. Dərman öz təsirini göstərir. Buyurun, Gülər müəllimə. Allah ehsanınızı qəbul eləsin. Allah şəhidimizə qəni-qəni rəhmət eləsin. Allah sizə səbir versin, can sağlığı versin. Burada əyləşən bütün şəxslərin, eləcə də şəxsən mənim borcumuzdur şəhid analarının yanında olmaq. Və bu borcu da əgər yerinə yetirə biliriksə, əgər az da olsa sizin qəlbinizdə bir sevincə səbəb ola biliriksə, nə xoş bizim halımıza. Hər zaman sizin yanınızdayıq, sizin qarşınızda baş əyirik, biz sizə borcluyuq. Yəni, sizin heç burada təşəkkür etmək kimi bir belə
vəzifəniz belə yoxdur. Biz sizə təşəkkür edirik ki, siz elə bir oğul böyütmüsünüz vətənimizə, dövlətimizə layiqli və vətən borcunu layiqincə yerinə yetirib. Biz Reyhan xanımla mən müəllim olanda birlikdə işləmişik və mən şahidiyəm ki, o oğul övladına necə bağlı bir ana olubdu. Nə vaxt görüşürdük, mən görürdüm o telefonla oğlu ilə danışır və mən eşidəndə ki, onun oğlu şəhid olub. Çox, yəni əlbəttə tanıdığım insan olduğuna görə və oğul-ana münasibətlərini daha çox gördüyümə görə çox ağır bir dərd olduğunu mən daha da dərindən dərk elədim, başa düşdüm. Reyhan xanım, birlikdə işlədiyimiz dövrdə, ondan sonraki dövrdə, çünki bizim də ola bilər vəzifəmiz daimi olmaya bilər. Hər zaman sizin yanınızdayam, dəstək olmağa hazıram. Sizin qulluğunuzdayıq, biz hamımız. Hamının adından ona görə danışıram ki, əgər buradayıqsa demək ki, sizə görə buradayıq və sizin qulluğunuzdayıq, narahat olmayın. Yəni, necə deyim? Var olasınız. Könlünüz xoş olsun. Var olasınız, var olasınız. Çox. Sağ ol. Sağ olun. Mən ona mamoçka deyirəm, açığım deyim. Mamoçka deyirəm. Mamoçka, buyur. Düzdür, yaşım çox da olsa, amma məndən kiçik də olsalar, bunlar vəzifələr, böyüklər nə dedilər. Mənim artıq sözə, yəni burada ehtiyac yoxdur. Hamımıza xoşdur yəqin ki, burada Reyhan xanımın yanında olmaq, ona dəstək olmaq. Mən də həmişə demişəm, indi nə qədər ki, bir yerdə çalışırıq, ondan da qabaq mən bu xanımı tanıyıram, qonşu olmuşuq. Onun bir bacısı, yəni biz bir sinifdə oxumuşuq, 117-ni bitirmişik. Yəni ailələrimiz bir-birinə yaxındır, tanışdı. Mən də Reyhan xanım doğrudan da mənə çox xoş oldu belə bir insanlarla bir stolda oturmaq. Ən çox məni valeh eləyən Aydın müəllimin burada olmağı. Mən bayaq dedim ki, onu mən televizorda görmüşəm, açığı və özü etiraf elədi ki, həyat yoldaşımı çox sevirəm. Mən də indi etiraf eləyəcəm ki, mən Aydın müəllimi birinci dəfə görürəm. İnşallah əgər o məktəbdə qalsaq, bəyər Gülər müəllim deyir ki, bir tədbirimiz olsa görəsən, Aydın müəllimi dəvət eləsə gələr. Nə xoş bizim halımıza. Yox, lüğətində yoxdur. Bir kollektivin içində inanın ki, biz, nə bilim, xoşbəxtlərin xoşbəxti olarıq. Çox sağ olun, hamınıza təşəkkür eləyirəm. Reyhan xanım məni mama çağırır məktəbdə. Yəni, hələ həqiqətən də mən ona, ömrümün axırınacan mən ona analıq eləməyə hazıram. Yəqin o ana qayğısını məndən görür ki, mənə mama deyir. Təbii. Onun balası mənim balam. Mən o Ramili mən məktəbimizdə də görmüşəm. Dəfələrlə gəlib, hətta axırıncı dəfə kitabxanadan çıxanda Gülxanım xala, anamı sizə tapşırıram, dedi çıxdı. Elə bil bu uşağın ürəyinə dammışdı, bilmirəm, necə şey. Axırı ki, nə bilim, istəmirəm heç kim görəlsin, ruhu şad olsun, Allah sənə səbir versin. Çox sağ ol. Həmişə yanındayıq, Reyhan. Çox sağ ol. Həmişə yanındayıq. Çox sağ ol. Təşəkkür edirəm. Ramilin oxuduğu müddətdə məktəb 11 illik məktəb idi. İlk yeganə şəhid idi o məktəbin. Baxmayaraq ki, Ramildən sonra gəldi Tural müəllim, amma o qədər ata qayğısı biz gördük ondan Ramilə qarşı. Elə bir tədbirimiz olmur ki, Tural müəllim orada olmasın. Elə bir tədbir yoxdur ki, məni axşamdan belə dəvət etməsinə edirlər ki, biz istəyirik ki, siz orada iştirak eləyəsiniz. Tural müəllim, sizə söz verirəm, zəhmət olmasa. Reyhan xanım, çox sağ olun. Adəm bəy, Reyhan xanım, o bizim borcumuzdur. Yəni, yəqin ki, hamı elə eləyərdi və hamı da elə eləyib öz məktəbi üçün. Biz Ramil üçün, bəli, Güşə də yaratdıq. O mənimdəki elə işin pedaqoji nöqteyi nəzərdə vardı. Uşaqlar üçün vətənpərvərlik ruhu daha əyani olur. Hər gün onu görürlər, o şəkli görürlər. Hər tədbirimizdə, məktəb tədbirində siz çıxış edirsiniz. Bu, onlar üçün bir nümunədir. Əlbəttə, sağ olun ki, siz də həmişə gəlirsiniz, vaxt tapırsınız. Uşaqlarla bölüşürsünüz ürək sözlərinizi. Gülər xanım ifadə elədi, bu bizim borcumuzdur. Bu, çox sağ ol demək bizi utandırmır. Belə nətər
xəzalət çəkirik ki, o çox sağ ol, layiq deyillikmi deyək, yəni nə bilim nə, yəni burada bizim borcumuzdan söhbət gedir, burada olmaq və gələcəkdə də inşallah sizlə bir yerdə olmaq. Sizin ailə, bəli, elə siz onu ifadə elədiniz, bir var şəhid məzunumuzun ailəsi, anası, amma belə qəribə bir doğmalıq var, mənə elə gəlir ki, sizlə aramızda. Təkcə bir məzunumuzun, şəhid məzunumuzun atası, anası olaraq yox, sən vaxtaşırı gəlirsiniz, bacısı ilə, nəvəsi ilə, Adəm bəylə birlikdə çay içirik, söhbət edirik. Bu özü artıq onu göstərir ki, məktəb də sizin üçün rəsmi bir müəssisə olmaqdan çıxıb bir doğma yerə çevrilib. Bu bizi sevindirir. Yəqin ki, ruhu şaddır, bütün şəhidlərimizin, o cümlədən Ramilin. Allah ruhunu şad eləsin, Allah sizdən də razı olsun ki, elə bir övlad böyütmüsünüz. Mən səmimi fikrimdir və yəqin ki, tədbirlərdə də həmişə eşitmisiniz. Uşaqlara deyirəm ki, söhbət torpaq almaqdan getmir təkcə. Əlbəttə ki, o böyük bir şeydir. Amma torpaq ona görə var ki, biz yaxşı oxuyaq, biz xalq olaraq irəli gedək, biz var olaq mədəniyyətimizlə, elmimizlə. Yoxsa sadəcə torpaq var və üstündə ömür sürürük, bu hələ hər şey demək deyil. Yəni, bizim də cəbhəmiz sözün müsbət mənasında məktəbdir və Ramillər onu bizim üçün yaradır, o şərait yaradıb ki, mənim balam, bu gün məktəbdə oxuyan digər balalar artıq o riski daşımırlar ki, nə vaxtsa müharibə olacaq. Çünki Ramillər artıq və ordumuz və ordunun rəhbəri bu işi elə tənzimlədi ki, bizim övladlarımıza daha böyük problem qalmadı. Buna görə də sizə böyük təşəkkür düşür. Sağ olun. Sağ olun. Əbdurrahman müəllim Ramilin canlı şahididir. Danlayıb da onu, söz də deyib. Əbdurrahman müəllim, sizə eşidirik. Yəqin ki, mən də sizə təşəkkür edirəm. Ramillə bağlı saysız xatirələrimiz var. Təbii. Arkadaşlarla görüşdüyümüz zamanlarda bu xatirələri kişilər danışırıq. İlk öncə Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Sadəcə çox vaxtınızı almayın. Bir xatirəni danışım. Bir dəfə soruşdum, bu adətdir, hər dəfə uşaqlardan soruşuruq ki, böyüyəndə nə olacaqsan. Bir dəfə Ramildən soruşdum ki, oğul böyüyəndə nə olacaqsan? Dedim, mən böyüyəndə kişi olacaq. Bax, siz bu kişilərin bizlərə əmanətisiniz. Allah sizlərə can sağlığı. Onlar həqiqətən də onlardan əvvəl yaranmış və onların layiqli şəkildə davam elətdirdiyi kişilik yolunu, o yol uğrunda olan bütün şəhidlərimizi bizə əmanətisiniz. Allah utandırmasın, Allah sizlərə. Sağ olun. Sağ olun. Müəllimi eşidik. Qədim mən. Sizin artıq Hamdi'ydi, Ramil'in hakkında. Allah rahmet eylesin. Biz Ramil mən də yaxşı tanıyırdım. Şimdi bayağı gözüm orası sataşdı. O orumetikanı mən düzəltmişəm. Mən baxdım ona bayağı soğudum. Allah rahmet eylesin. Yer zillet olsun. İlk öncə mənim halıma Rəsulundan çox minnətdaram ki, baxmayaraq ki, çox az müddətdə, demək olar ki, 2 il müddət, yəni 10-11-ci sinifdə bunlar bir sinifi bölüşüblər. Ondan əvvəl bunların sinifləri başqa olub, sonra birləşdirdilər sinifi. Amma buna baxmayaraq, elə mən deyirəm, sadiq qalan axıra qədər bu balamız olub. Özü də, yəqin ki, özü bəlkə deyə, Vətən 44 bəli iştirakçı olub, özü istəmir, tərəzəkardan uzaq olmaq istəmir. Yəni, Allah buna da ömür versin ki, indən sonra da Ramilimizin yolunun davamçısı kimi bu ailəyə Allah onu
çox görməsin. Gecəsi gündüzü yoxdur. Yəqin Reyhan xanım da təsdiq eləyər ki, Bu gecə nə vaxt zəng eləsən bu gecədə hətta burada bu gecə burada qalır. Bəli. Çox sağ olun. Hörmətin üçün, diqqətin üçün şəhidimizə hər birimizin borcudur, amma sən də bir başqasan. Çox sağ ol, hadisələrin Çox canlı təşəkkür şahididir. Bugün bu ocağa yığışmışıq əlbəttə. Təbii ki, hamı bilir, səbəbini də bilir. Ziyarətinə gəlmişik, Ramil. Nə vaxtsa bir kiçik bir oğlan bir partanı bölüşüb, bugün isə öz qanı bahasına, canı bahasına, şəhidlik zirvəsinə ucalan Ramilim. Gəlmişik ki, sənin müqəddəs xatirəni yad edək. Ruhuna dualarımızı edək. Ruhun şad olsun, rahat ol. Allah qəni-qəni rəhmət eləsin. Ailəsinə də dözü, səbir diləyirik. Çox belə diqqətinizə görə də çox sağ olun. Təşəkkür edirəm. Allah ona rəhmət eləsin, qəbrin nurla O dolsun. evdə randı Ata-anası həmişə fəxrlə onu yad eləsin. Çünki fəxrlə yad olunmalı oğlandır. Düzdür, mən oradan elə ancaq evimizdə söhbət olardı, məktəbdəki şagirdlər belədir. Həmişə Xuraman onun barəsində çox yüksək fikirdə idi. Və o kişi qeyrətli, mərd, ürəkli bir şəxsidir. O da başqaları kimi qaçıb gizlənə bilərdi. Müharibədən qaça bilərdi. Amma onun o qəlbindəki, daxilindəki kişilik ona yol vermədi ki, o qarşısını gizlənsin. O ailədən gəlir, o Bəli. gendən gəlir, ata-anadan gəlir. O xalqımızın o genetik kodundan. Ona görə də onun bir mərd kişi qeyrətli olduğuna görə daima biz onu xatırlayırıq evdə və həmişə də onun ruhu qarşısında baş əyir. Hamını salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanı hər birinin cənnət olsun, ruhu şad olsun. Şəhidlərimizin bizə əmanət olan ailələri, anaları, övladları qarşısında Allah bizim üzümüzü qara çıxartmasın. Bizə elə güc versin ki, onların xidmətində ölkə prezidenti demişkən layiqincə dura bilək. Və mən inanın ki, bilmirəm, bu il, təhcə bu il Şəhla xanımla bizim müharibə veteranı qadınlarına Sosial Yardım İctimai Birliyindən 200-dən çox şəhid anası ilə görüşmüşük. Təh bu il. Rayonlarda, 13 rayonda tədbir eləmişik. 160 şəhid anasına tədbirlərimizdən xatirə hədiyyələri vermişik. Yəni bu bizim elə bil ki, biraz ruhumuzu sakitləşdirir. Biraz ruhumuz sakitləşir və bu qədər tədbirlərin içində hamısında şəhid analarının ağlayı, bax belə həm ağlayırlar, həm gülürlər. Yəni insanları məmnun eləmək işlərində var. Bir də işlərində dağdan ağır dərdləri var. Onun hər ikisini bir araya sığışdırmağa çalışırlar. Keçdiyim tədbirlərdə, gördüyüm məclislərdə 60'ı keçmiş yaşımda, bilmirəm, bəlkə də xatırımda deyil ki, bir millət vəkili öz həyat yoldaşının, şəhidin tədbirinə gətirsin. Mən bunu görməmişəm. Bəlkə siz görmüşsünüz, ola bilər, insanla da qarşılaşmamışam. Ona görə Aydın müəllimə təşəkkür edirəm. Həyat yoldaşı ilə bərabər bu tədbirdə iştirakına görə. Yəni, inanın ki, dünyada ən yüksək yer, ən yüksək titul şəhid anası tituludur. Ən yüksək insan, ən yüksək məqam sahibi bizim şəhidlərimizdir. Hörmətli ağsaqqalımız Milli Məclis deputatı Aydın müəllim buyurdu ki, yəni şəhidlərin hamısı qəhrəmandır. Mən onun işlərinə çox hörmətlə yanaşıram. Tarixən bizim millətimiz xeyirxah olub, xeyirxah işlərlə məşğul olub, yəni xeyriyyəçilər olub, səhiyyə müəssisəsi, təhsil müəssisəsi yaradılıb, onlar tarixdə yaşayırlar. Bunlar qazancının bir hissəsini xərcləyirlər. Ancaq Ramil kimi şəhidlər
öz canından keçdilər. Ona görə mən elə düşünürəm ki, nə qədər vətənimiz var, Azərbaycan adlı bir məmləkət varsa, Ramil kimi igidlər həmişə yaşayacaqlar. Bu Ramil kimi igidlərimiz 90-cı ildə, 91-ci ildə bu mənfur ermənilərlə müharibə başlayandan da vardır. Lakin o vaxtı bizim qəhrəman sərkərdəmiz yox idi. Allah qəhrəman sərkərdəmizi qorusun, Ali Baş Komandanı qorusun. Necə ki, onun bir yumruq kimi hamı birləşdi, onun rəhbərliyi ilə uzun müddət işğalda olan torpaqlarımız azadlığına qovuşdu. Bugün bizim orada bayrağımız dalğalanır. Bugün orada bizim təhsil müəssisələrimiz fəaliyyət göstərir. Buna görə də biz ilk öncə canından keçmiş şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sağlamlığını itirmiş qazilərə şəfa versin. Tezliklə sağlamlıqlarına qovuşsunlar. Allah Ali Baş Komandanımızı qorusun. Yenə qeyd edirəm, əgər onun kimi qəhrəman sərkərdə olmasaydı, çünki 90-cı ildə də qəhrəman oğullarımız vardı, onlar da qəhrəmandır, onlar da bizim baş tacımızdır. Lakin o vaxtı qəhrəman sərkərdə olmadığına görə biz qalib gələ bilmədik. Allah sizi qorusun. Yəni, sizə minnətdarıq ki, sizin kimi analar, sizin kimi bacılar bu cür qəhrəman övladlar böyütdülər. İndi biz bu belə məclislərdə rahat iştirak edə bilirik, övladlarımız rahat təhsil ala bilir. Çox sağ olun, var olun. Mən də təşəkkür edirəm, çox sağ olun. Deməli, telefonu zənglədin, elə bir məqam yoxdur ki, ay gözəl insan. Həzərxan mənim, var olasınız. Siz mənim üçün bu dəyərli insanlardan birisiniz. Sizi eşitmək istəyirəm. Ey gözəl insan. Çox sağ ol, minnətdarım. Biz bugün Ramil Yusifzadənin işığına yığışmışıq. Biz bugün Ramil Yusifzadənin ocağına yığışmışıq. Bu ocağa yığışan insanların hər birinə mən öz dərin minnətdarlığımı və salam yetirirəm. Hörmətli şəhid anası, siz məclisi açdınız, sizin ilk kəlamınız diqqətlə isə qulaq asıldı. Dediniz, mən bu günümə, siz dediniz bugün, şükür edirəm. Ziyalılar oturub, ziyalı məclisidir. Mən bu günümə şükür edirəm sözü deyən şəhid anası böyük bir fəlsəfə var burada. Bizim hörmətli yazıçılarımız nəzər yetirsələr, böyük romanlar yaza bilərlər təkcə bu sözə görə. Şəhid anası şəhidin ocağında toplaşan insanlara deyir ki, mən bu günümə şükür edirəm. Bəli, halal süd vermişsiniz Ramilə. Öncə Habil qardaş qeyd elədi, 90-cı illərdə də biz şəhid verdik. Tamamilə, çıxış edənlər tamamilə düz buyurur. Mən şəxsən 92-ci il, mən özüm Cənub zonasında anadan olmuşam, Reyhan xanım. 92-ci il sentyabrından 93-cü ilin oktyabrına dək sadalaya bilərəm. Ağdamın Xındırstan kəndi, Ağdara, Ortaq kənd, Kasapet, Sərsəng su anbarı, sol tərəf Trambon, Çıldıran, Sırxavan, Xan kəndi, sağ tərəf Arbunemir, Qaçaqodvan, Kəlbəcər istiqamətində mən şəxsən vuruşmuşam. 32 yaşım vardı. Sizi inandırım ki, bəli, sizi inandırım ki, həcmətlik, rəhbərlik yox, ordu yox, Lənkəran batalyonu, Bərdə batalyonu, Yevlax batalyonu, Bakı batalyonu heç kim bir-birini tanımırdı, sərkərdə yox. Habil müəllimin qeyd elədiyi kimi, buna görə dəqiq mənim yadımdadır ki, Çıldıranı biz keçmişdik, Sırxavəndə az qalmışdı, 4 yol ayrıcıdır. Ağdam, Xan kəndi, Ağdara. Deməli 15 dəqiqəyə Çıldırandan Ağdaraya qədər alınmış torpaqlar ani olaraq verildi. Şükürlər olsun ki, ikinci dəfə qayıdışı, Ulu Öndər Heydər Əliyevin qayıdışı, demək olar ki, bugünkü günü yarattı bizə. Bugünkü günə görə biz nə qədər şəhidlərə borcluyuqsa, biz Ulu Öndər Heydər Əliyevə də borcluyuq. Demək istəyirəm ki,
müharibələrdə Azərbaycanlı oğullar iştirak ediblər həmişə mərdliklə, igidliklə. 41-45-ci il müharibəsində də iştirak ediblər Azərbaycanlılar. 300 mindən çox Azərbaycanlı orada müharibədə həlak olub, igidlik göstəriblər. Anaların münasibəti ilə əlaqədar demək istəyirəm ki, onda da analar xalça toxuyanda qara rəylərdən çox istifadə edirlər. Həmişə oğlanların analar daha çox düşünür. Bu mənada Reyhan xanım həmişə istəyir ki, görünür ki, oğlunun xatirəsi həmişə yad olunsun, xüsusi qeyd olunsun hər bir ana kimi. Ama demək istəyirəm ki, nəinki Ramil, bütün şəhidlər daim Azərbaycan xalqının ürəyində olacaq. Ramil, bizim kasabamızın mard oğlanlarından biriydi. Allah ona rahmet eylesin. Onun şəhidlik zirvəsini ucaldı. Deməli, 5 il keçdi. 5 il. 5 il az bir il deyil. Ancaq hər dəfə mən belə başa düşürəm ki, hər dəfə şəhidlər, illər keçdiklə şəhidlər daha doğmalaşır. Daha biz onları tez-tez yad edirik. Mən şəhidlər xiyabanında hər gün səhər işə gedəndə şəhidlər xiyabanında yolunu çalırım. Hər gün. Və bizim şəhidlər xiyabanında, aydın mən orada olmuşsa Allah səzən sağlığı versin. Bizim şəhidlər xiyabanında orada o vaxtı 5 il bunları ağaclar əkdik. Biz şəhidlərin xatirəsinə, şəhid ailələrindən bir ağac əkdik. Yeni bir meşəli yalanım. Bəlkə də biz həyətimizdən ağaclar əksəydik, elə meşəli, elə yaşılı olmazdı. Bu şəhidlərin xatirəsini əməlləşdirmək üçün biz o vaxtı bunu elədik. Ancaq görürsən ki, həqiqətdə çox onların ruhunun xatirini ağaclarımız da təbiət də çox yaxşı inkişaf edir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizdən sağlığı versin. Çox istəyirəm Əfsanə xanım, sizi də eşidək. Var olasınız, təşəkkür edirəm ki, bugünkü gün o gözəl, dəyərli vaxtınızı ayırıb, bura Ramilimin isti ocağına gəlmişsiniz. Var olasınız. Buyurun, eşidirik sizdə. Dəyərli Reyhan xanım və dəyərli qonaqlar. Hər biriniz gözəl və uğurlu məkandasınız, bunu demək istəyirəm. Özümü təqdim edim, Əfsanə Nəbiyeva, ehtiyatda olan əskər, Aktual Xəbərin direktoru, Legend Company şirkətinin təsisçi rəhbəri, Milli Qəhrəmanlar Təşkilatının Nərmanov rayon üzrə Şəhid Ailələri İş Şöbəsinin rəhbəriyəm. Fərqi yoxdur sahəmiz nədir, haranın rəhbəriyik və hansı peşənin sahibiyik. Əsas odur ki, biz insan olaq. Burada bizim böyüyümüz, ağsaqqalımız Aydın Mirzazadəni görürəm. Dəyərli millət vəkilimiz, bizim tədbirlərdə iştirak edirsiniz hər dəfə. Sizə xüsusi təşəkkür bildirirəm. Dəyərli anamız, xüsusi təşəkkürü bizlər bildirəcəyik, sizlər yox, qətiyyən. Mən hər şəhid evlərində çəkilişdə olanda bunu xüsusi vurğulayıram. Bizim hər birimizin vətəndaş borcudur. Burada sahə önəmli deyil. Biri general da ola bilər. Necə ki, şəhadətə ucalanda şəhidlərimiz general olsun, serjant maxı olsun və yaxud çavuş olsun, gizir o fərqi yoxdur. Hamısının bir məqamı oldu. Şəhidlik zirvəsi. Və şəhid adı da heç zaman bölünməz. Necə ki, o söz var, vətən bölünməz sözü var. Eyni ilə də şəhidin adı bölünməz. Bugün biz sizin ocaqda borcluyuq, gəlmişik, Aktual Xəbər adına buradayıq. Və Aktual Xəbərin, belə deyək, müxbirləri bizlə bərabərdir. Səhiyyə xəbərləri üzrə, deməli, psixoloq, fizioterapevt Dürdanə Musayeva bizlə bərabərdir. Tovuz xəbərləri üzrə, Tovuzun ümumi xəbərləri üzrə müxbirimiz, riyaziyyat müəlliməsi Nuranə xanım bizlə bərabərdir. Bakı üzrə müxbirimiz Sona xanım laqapetdir, bizlərlə bərabərdir və sizlərlə bərabərdir. Əziz Reyhan xanım, biz hər dəfə tədbirlərdə çəkiliş edərkən təbii ki, təqdimatları biz etmişik, amma bugün siz məclisi çox gözəl idarə elədiniz. Bu sizin aliliyinizdən irəli gəlir. Bu sizin dünyaya baxışınızdan və bir, o necə sütun var, güclü sütun. Bax, siz onu təmsil edirsiniz. Mən şəhid analarına, bəzi problemli ailələrə və bəzən gücsüz insanlara baxanda insanın, belə deyirəm, negativə köklənir. Amma hər şəhid anasından biz söhbət edəndə biz sizlərdən güc alırıq. Sizin dünyaya baxışınız, şəhidi siz vermişsiniz və bütün dövlətimiz üzrə, torpaq üzrə, Azərbaycan milləti üzrə bütün şəhidlər gedibdir. Bizdən ötürü gedib, torpaq üçün, vətən üçün. Necə ki, vətən ana, ana vətən sözü üçün gediblər. Amma bizlər sizə təsəlli olmaqdan, şəhid anaları bizə elə bir güc aşılayırlar ki, elə bir dözüm, həqiqətən biz sizlərdən güc alırıq.
Və nə gözəl ki, belə bir məkanı yaratmısınız, belə bir ocaq yaratmısınız. Mən hər çəkilişlərimdə bunu vurğuluyuram. Bəzən insanlar məscidlər axtarardı, soruşardılar ki, ziyarət etmək istəyirik. Hansısa rayonlarda, hansısa qəsəbələrdə harada bir məscid var? Artıq Azərbaycanın hər yerində, hər bölgəsində belə gözəl ziyarətlər var. Bəli, həqiqətən şəhid ailələrinin ocağı bir ziyarətgahdır. O ziyarəti də belə gözəl düşüncə ilə, belə zövqlə siz həqiqətən bu məqsədə layiq və təqdirə layiq bir işdir. Və bayaq da biz sizlə söhbət edəndə dediniz ki, mənim heç bir memara ehtiyac duyurdum və sonra düşündüm ki, duymayım. Sizin bax, memarlığınız belə gözəl qəhrəman iki oğlanları, şəhid necə ki qəhrəmanlarımız var, onların anaları bir memar olub ki, belə gözəl qəhrəmanlar dünyaya gəlibdir. Ona görə əziz adam. Nitqimiz də ondan sonra yaranır. Bəli. Amirdən sonra yaranır. Bəzən danışın. Yəni, bilirsiniz necə? Yəni, mən öncədən o qədər çəkinirdim, utanırdım bir kəlmə sözü ifadə etmək üçün. Bəlkə də o istedadım var idi. Çünki mən o qədər, yəni, ali təhsil aldığıma görə mi, ya o qədər mən necə deyim, kitab, yəni ki, mütaliə məni o qədər zənginləşdirmişdi. Amma mən onu o daxilimdəkini ifadə edə bilmirdim. Amma Ramildən sonra məni danışdırdı. Bəli, Ramil məni danışdırdı. İndi mən özüm hərdən deyirlər ki, biz nə danışacaqsan? Deyirəm, o bədahətən gələcək. O yəni məndən asılı deyil, o bədahətən gələcək. İnşallah ki... Şəhidlərimizin ailəsində olarkən anaları, ataları, ailə üzvləri ilə söhbət edirik və onların bir keçmişi var. Hansı ki, o keçmiş bax bugünkü gələcəyi yaratdı. O keçmişdə olan söhbətləri soruşuruq. Kimisi danışır ki, mənim evladım deyirdi ki, ay ana, bir evimiz yoxdur, mən sənə ev alacam. Baxın, görün, dövlətimiz şəhidlərdən sonra ailələrə, evi olmayanlara, ev növbəsində olanları evlərlə təmin elədi və bu evi olan olmayan hər kəsə aid oldu. Baxın, şəhidin gücünə baxın ki, illərlə işləyən adam belə ev almaq bu dəqiqə qadirində deyil. Elə analarımız var ki, ucqar rayonlardaydı. Təhsilsiz analarımız bugün həqiqətən sizin dediyiniz kimi dil açıblar, danışırlar, cəmiyyət arasına çıxırlar. Deməli, şəhidlərimizin böyük gücündən danışıram. O şəhadətin qadirliyindən danışıram ki, analarımız bugünkü gündə həqiqətən tədbirlərdə iştirak etməklə, ictimaiyyətə qaynamaqla, qarışmaqla və elə analarımız da var idi ki, həqiqətən təhsilsiz idi və bugünkü günündə təhsilini alıb hansısa bir qurumda çalışan bizim şəhid analarımız var. Dəyərli Reyhan xanım, sözümü qısa kəsim. Bu günlərim aktual xəbər olaraq yanınızdayıq, amma bir insan olaraq da yanınızdayıq. Nəyə görə aktual xəbər deyirəm? Təbii ki, biz belə mötəbər ailələri, mötəbər şəhidlik zirvəsini çəkib bütün dünyaya tanıtmalıyıq və yayımlamalıyıq ki, baxın, hər kəs baxır, izləyir ki, Azərbaycanın, bax belə, bu şəhid analarının saçlarını həmişə deyirəm ki, Allah sığal çəkib və bunu nə qədər biz etsək də bu ağı ala bilmərik. Bunlar bir nurdur, dəyərli izləyicilər. Dünya baxır bizim kadrlara və Azərbaycanı izləyir, şəhid anaları gücdür. Şəhid anaları öz gücünü göstərdi, mərdliyini göstərdi, kişi qamətində, kişi ruhluluğunu göstərdi ki, biz əyilmirik. Biz bir oğul verdik, milyon oğulu qazandıq və milyon körpə oğullar var ki, onlar gələcəkdə bax şəhid olmayacaqlar, müharibə dövrü olmayacaq. Bir təşəkkürümüzü də mütləq etməliyik, dəyərli izləyicilər. Bugünkü gün üçün biz Ali Baş Komandanımız cənab İlham Əliyevə təşəkkür etməliyik. Nə üçün? Ulu öndərimizin ruhuna da təşəkkür etməliyik. Onun zamanında yazıb qoyduğu bir siyasət var idi. Hansı ki ömrü vəfa etmədi. Bütün çıxışlarımda bunu vurğulayıram. Ola bilər hansısa bir kadrlara kimlərsə baxmaz, hansısa bir şəhid evində izləyərkən bunları eşitmələri vacibdir və mühümdür, önəmlidir. Ulu öndərimiz hər zaman dövlətini sevdi, dövlətçiliyi sevdi, millətini sevdi. Necə balaca oldu, böyüklə böyük oldu, kimisinə baba oldu, kimisinə ata oldu, dövləti üçün də böyük bir atalıq elədi. Ömrü vəfa etmədi, yazıb qoydu, siyasət qoydu. Xoş o yaşayan babanın, atanın ruhuna ki, evlad onun vəsiyyətini həyatda yerinə yetirir və onun davamçısı olur. Bizim ulu öndərimizin ruhu daim şaddır, firavandır. Nə vaxt onu ziyarət edirik, o büstü bizə gülür. O heykəl özünün o necə qaməti var idisə, eyni onu biz
eyni ilə bugünkü gündə də yaşayır və yaradır. Yaradır nəyə görə deyirəm? Şəhidlərimiz də yaşayır, yaradır. Anaları necə dedim, təhsil aldı, cəmiyyətə qarışdı. Ulu öndərimiz günü bu gün də yaradır. Onun qoyub, yazıb qoyduğu siyasət dünya durduqca davam eləyəcək. Çünki onu yaşadan onun varisi var, Cənab İlham Əliyev var. Və o siyasətin gücü nəticəsində və bizim belə igid, mərd, qəhrəman Azərbaycan oğulları nəticəsində bugün firavan azad yaşayırıq. Hansı ki 92-dən biz şəhid verə-verə gəlirik. O demək deyil ki, biz torpaqları ala bilmədik. O vaxtı siyasətimiz zəif idi, güclü ordumuz yox idi. Bunu Cənab İlham Əliyev özü belə vurğulayır ki, mənim güclü ordum ola bilər, güclü silah-sursatım ola bilər, güclü siyasətim ola bilər, amma o bayraq sancan mənim əskərim idi, dövlətimin əskəri idi. Ona görə də, bax, belə qəhrəmanlar olmasaydı, bizim ulu öndərimizin siyasəti, Ali Başkomandanımızın gücü olmasaydı, bugün biz nə azadlıqdan danışa bilərdik, nə firavan ölkədən danışa bilərdik, nə məğrurluqdan danışa bilərik. Başımızı dik edən ana və oğullar, dövlət başçımız, biz sizin qarşınızda baş əyməliyik, sizə daim minnətdar olmalıyıq və qapınıza gələn hər bir şəxs sizə minnətdar olmalıdır. Bu nemətləri düzmüsünüz, bu süfrəni açmısınız. Bütün şəhidlərin, tək Ramilin yox, onun timsalında bütün şəhidlərin ehsanı olsun, ruhu şad olsun, məqamı ucadır. O rəhmətlikdir. Biz şəhidlərin heç birini Allah rəhmət etsin deyə bilmərik. Biz Allahdan diləyərik ki, biz onlara qonşu olaq, qonaq olaq. Dəyərli anamız. Mən bundan sonra istəmirəm heç bir şəhid anası kiməsə desin ki, mən sənə təşəkkür edirəm. Bütün dövlət və Azərbaycan xalqı balacadan böyüyə qədər hər bir şəhid anasının qarşısında borcudur, gəlməlidir. Və bayaqlar Murada xanım, bizim əzizimiz vurğuladı ki, mən ilk dəfə gördüm ki, bizim dəyərli millət vəkilimiz öz həyat yoldaşı ilə gəldi. Xanımımızı salamlayıram, dəyərli xanım. Əsl ailə tablosu. Bunu, bəli, bu insan, mən inanıram ki, Aydın Mirzazadə bura heç millət vəkili kimi də gəlməyib. Bəli, daim insanların yanında, özdə şablon şəkil çəkdireyim, adım dövlətdə belə hallansın, yox, mən açıq söz deyəm, Aydın Mirzazadə bunu bilir, dəyərli millət vəkili. O ürəklə gəlir. Bax, biz ona təşəkkür edirik. Digər millət vəkilləri də belə ağsaqqallardan örnək götürsün, şablon heç arada iştirak etməsin, nəyinsə xətrinə. Belə ürəklə bugünkü gündə gəldiyinə görə o bir vətənin və xalqın, millətin vəkilidir. Ona görə də buradadır. Bir daha dərin təşəkkürümü bildirəm. Mən istəyərdim ki, sözümü yekunlaşdırım və ayana. Bax, bizim necə ki, bütün şəhid ailələrində oluruq. Bizi heç kim maliyyələşdirmir. Biz dostlardan, tanışlardan, yaxşı ətrafımızdan dəstək alırıq. Hansı rayondan bizi çağırırlarsa gedirik, işıqlandırırıq, çəkirik və bunu da borcumuz bilirik. Mənim dəstəkçilərim yanımdadır. İstəyirəm onlar da öz sözlərini desin və mən sizi dinləyəcəm, mütləq dinləyəcəm. Çünki sizin danışığınız və Ramil haqqında bir neçə çıxışınız bizə önəmlidir. Dürdanə Musayeva, zəhmət olmasa siz də durun. Dürdanə xanımın həyat yoldaşı da 44 günlük vətən müharibəsində, aprel döyüşlərində 27 ildə vətənə qüsursuz xidməti var. O da bir qazi ailəsidir. Buyurun Dürdanə xanım. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla qonaqlarınızı salamlayıram. Mən bu ocaqda bir neçə dəfə olmuşam. Hər zaman Reyhan anamıza deyirəm ki, biz sizlərə borcluyuq. Baxın, hər bu ocağa gələndə mən hər zaman qeyd edirəm, qeyd eləməkdə özümə borc bilirəm. Hər şəhid ocağı bizim üçün bir ziyarətgahdır. Biz kim irivindən bu yana ziyarətgah axtarmırıq. Çünki hər şəhid ocağı bayaqda qeyd elədiyim kimi bizim üçün bir ziyarətgahdır. Nə xoş bizlərə ki, Allah bizə bunu nəsib edir. Biz gəlirik şəhidimizin ocağında ruhumuzu qidalandırırıq. Şəhidimizin ehsanı verilir və bütün şəhadətə ucalan şəhidlərimizin ehsanı verilir. Hara getsək o qidanı biz qidalanırıq. Amma bugünkü gün bizə nəsib olur ki, biz gəlib burada ruhumuzu qidalandırırıq. Allah şəhidlərimizin məqamı uca elətsin və Ramilin bu günləri şəhadətə ucaldığı gündür, öz cənnətinə ucaldığı gündür, qovuşduğu gündür. Ana, siz hər zaman başınızı dik tutun, mən bu sözü sizə hər zaman deyirəm. Çünki siz o şəhidlərin anasısınız ki, bax, bugün biz burada azad, firavanıq. Mən şablon söz olsun deyə bunları demirəm. Həqiqətən bu həqiqətdir.
hər zaman başınızı dik tutun. Biz də bir Azərbaycan xanımı olaraq, Azərbaycan qızı olaraq, arxa cəbhə olaraq hər zaman vətənimizə, xalqımıza, millətimizə, dövlətimizə, şəhidimizə layiqli bir vətəndaş olmağa çalışırıq. Hər zaman sizin xidmətinizdəyik. Bir daha təşəkkür edirəm. Rami xanım, şəhid qazi ailələrinin övladlarına daim təmənnasız xidmətdədir. Başqa ehtiyaclı ailələrin də xidmətindədir, riyaziyyat müəlliməsidir, pedaqoqdur və aktual xəbərində Tovuz rayonu üzrə müxbiridir. Mən hər kəs salamlayıram. Deyiləcək gözəl sözlərin hamısını böyüklər deyil, çox sağ olsunlar. Şəhid anamızın əllərindən öpürəm. Mən də özüm Tovuzluyam. Müəlliməyəm, riyaziyyat müəlliməsi. Əfsanə xanım nə vaxt ki şəhid adı deyirsə, gəlməliyik, orada iştirak eləməliyik, maddi mənəvi. Biz nə qədər yaşasaq da sizin qarşınızda baş əyirəm, mən öz adımdan deyirəm və yenə deyirəm ki, evladlarının adını şərəflə tutan, şərəflə onların adını qoruyan valideynlərin qarşısında baş əyirəm. Çox təəssüf ki, biz bu millətin nümayəndəsiyik, çox təəssüf ki, o addan istifadə edən valideynlərimiz, onların həyat yoldaşları da var, qarşımıza çıxır, çox təəssüf. Çox üzr istəyirəm, onlar yenə evlad acısıdır, onu heç kimə vəzir Mənim heç bir siyahda adım yoxdur. Mən sizə heç, əlbəttə ki, amma çox təəssüf, o yaxşı, pis hər millətdə var, o bizdə də var təəssüf ki, amma hər bütün şəhidlərin ruhu qarşısında baş əyirəm, onların adını şərəflə tutan valideynlərin əllərindən öpürəm. Çox sağ olun. Hər zaman da dövlətimizə, dövlətçiliyimizə biz minnətdarıq, bu rahat, firavan ölkədə yaşayırıq. Hər zaman xidmətdəyik, Deputatımıza təmənnasız. salamlayırıq. Hər birini salamlayırıq. Başqa nə deyim? Sona xanım. Çox sağ olun, Əfsanə xanım, dəvətinizə, təqdimatınıza görə bütün gələn qonaqlarımızı salamlayıram. Hər birimizin borcudur burada iştirak etmək. Şəhidimizin ocağına yığışmışıq. Ruhu şad olsun, məkanı cənnət olsun. Allahdan valideynlərinə səbr diləyirəm. Mən də o dövrü çox pis yaşamışam. Mənim övladım da həmin dövrü əskər idi. Bir də heç kəsə həmin dövrü yaşamağa arzu edirəm. Çünki hər gün bizim övladların ölüm xəbəri gələndə biz sarsılırıq. Və bundan sonra inanıram ki, firavan və sakit həyat yaşayacaq. İnşallah. Hər kəsə sağlam uzun ömür arzulayıram. Var olasın, sağ olun. Sonluq danışım bir ana kimi. Dediniz ki, Həzərxan mənim şükür edirəm. Bəs mən, siz öncədən gəldiniz, gördünüz ki, səhhətində problem var. Bu ilahinin möcüzəsi deyilmi ki, indi yəni o həbi atsam da, atmasam da, amma Allah mənə rıza verdi ki, mən o sözümü, ifadəmi edim. Bəli. Yenə də təşəkkür edirəm, çox sağ olun, var olasınız hamısınız. Nə yaxşı ki, varsınız. Şərt etməz ki, Yusifzadə Ramilin ocağındasınız. Bütün Azərbaycan xalqının yanındasınız. Bütün Azərbaycan övladlarının yanındasınız. Bütün, necə deyim, o qədər bəlkə də o deməyə belə söz tapmıram ki, mən o qədər sevinirəm. Nəyə sevinirəm? Sevinirəm ki, Ramilin ətrafında biz bugün yığışdıq, toplaşdıq, onu yad etdik. Ramil haqqında danışmaq o qədər, yəni çox bir saatlar lazımdır ki, biz onu ifadə edək, Ramil haqqında danışaq. Mən bircə onu demək istəyirəm ki, Əfsanə xanım, mən necə deyərlər, bəlkə də Allahın sevmir o sözü ifadə etmək, mənəm demək. Ancaq mən qürurluyam, mən əzimliyəm, mən iradəliyəm, mən heç bir səbəb sizi sındıra bilir. Heç bir insana istinad edib, öz işimin öhdəsindən gəlmək üçün, necə deyərlər, heç kimə müraciət etmək deyəndə ki, yəni öz gücümə qüvvətlənərək, arxalanaraq, yəni lazımı şəkildə, yəni Ramilin üçün həm məclisliyirəm, həm bax bu yaratmışam, o mənim üçün doğmadır, ocaqdır. İndi inşallah Allah qismət eləsin, gələn görüşlərdə mənə gəlir ki, onun o sahəsi ki var ki, həyətyanın sahəsi ki, hansı ki, Ramilin oradan səsi, sədası, gülüşü, qəhqəhləri, inanın qonşumuz var ki, burada bu binada belə bir yer var idi, orada Ramil qapı şəkil çəkmişdi, futbol oynayırdı, yəni onun qapısıydı belə. İndi ona baxanda o qədər mən həyəcan keçirdirəm, yəni hətta ağlayıram ki, Ramilin o, necə deyərlər, xoş günləri burada keçir.
Həmin o inşallah ki, mən də Allah riza versin, onu da orada cənnətə döndərin. Necə ki, buranı yaratmışam. Cənnətdəyik. İnşallah ki, yəni Allah riza verəcək. Çox sağ olun, yəni təşəkkür edirəm, minnətdaram. Çünki bu ailəm adından yəni var olasınız. Bugün mənim üçün həqiqətən mənə əziz olan, qəlbimə yaxın olan insanlar burada var və nə xoş mənim halıma ki, burada danışmayan insanlar da var. Yəni ki, bizim əzizlərim, mənim qardaşımın, bizim burada bir dənə müəlliməmiz var, Adət. Mən burada müəllimə kimi danışmaq istəmirəm. Sadəcə bir qohum kimi. Qohum, mənim qardaşımın yoldaşıdır. O da qardaşımın bir əziz bir xatirəsidir mənim üçün, balamdır, əzimdir. Yəni o da onun qohumudur, yəni Mahir burdadır. Yəni bir yaxın kimi sadəcə sizlərə təşəkkür eləmək istəyirəm ki, bu gün hamınız buradasınız. Yəni onun ocağının istisinə yığışmısınız. Çünki insan yaddan çıxarılanda ölür. İnsan nə qədər ki yaddaşlardadır. Uzun ömür yaşaya bilərik biz. 50 il yaşa, 100 il yaşa, laf 150 il yaşa. Amma sonda gedirsən və işsiz yox olursan, gedirsən, sovrulursan bu torpaqla. Amma xoş adamın halını ki, özündən sonra onun adı qalır, yaşayır. Az və ya çox yaşamasından asılı olmayaraq. Sizə çox-çox təşəkkür edirəm. Çünki insan, yenə də deyirəm, insan yaddan çıxanda ölür. Amma bizim şəhidlərimiz ona görə ölməzdi. Və bir kəlmə sözümü şairimizin sözü ilə qurtarmaq istəyirəm ki, ölüm sevinməsin qoy. Ömrünü vermir bada, el qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Aktual xəbər olaraq bu günlərim bir çəkilişi də sizə şəhidin evindən şəhadətə ucaldığı gün bax, bu ocaqdan çəkdik, sizə təqdim etdik. Yusifzadə Ramil, məqamın ucadır, məkanın hər zaman ruhun şad olsun, məkanın cənnət olsun. Təşəkkür etmək istəyirəm. İnşaatçılar metrosunun yaxınlığında yerləşən Ener Telefon foto bölümündə Minarə xanıma dərin təşəkkürümü bildirirəm ki, bizə hər şəhid evinə gedəndə öz təşəbbüsü ilə bizə şəhidin rəsmini hədiyyə edir. Dəyərli Minarə xanım, sizə öz dərin təşəkkürümü bildirirəm ki, bax, belə gözəl təşəbbüsdə hər zaman sizlər də iştirak edirsiniz. Əziz izləyicilər, izləyin, agah olun, daha yolumuz hansı qəhrəmanın evindən keçəcək.